أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, ilimizin möhtəşəm günlərindən biri olan Zilhiccə ayı artıq bir neçə günə başlayır. O Zilhiccə ayı ki, həmən gün Allah qatında, həmən günlər daha doğrusu Allah qatında çox şərəflidir ki, siz bu barədə kifayət qədər məlumat almışsınız, əlhəmdülillah. Ona görə də qarşımızda gələn bu gün ki vardır, bu günlər ki vardır, o günlərdə ediləcək bəzi əməllər bizə xeyir verir, yəni fəzilət baxımından Allah Subhanahu taalanın yanında qulunun sevilməsinə səbəb olan əməllər, biz zaman-zaman onları diqqətinizə çatdırıb, daha doğrusu sizə xatırladırıq ki, heç birimiz onu unutmayaq. Əvvələn özümüzə tövsiyə edirik bunu, sonra da sizə ki, bu işləri unutmayaq. Bunları edək ki, daha böyük mükafat qazanaq. Onlardan biri də Zilhiccə ayı başlayanda ayın birindən necə ki onu qurban kəsiləcək, yəni Zilhiccə ayının 10-unda qurban kəsiləcək, Zilhiccə ayı daxil olandan, yəni ayın birindən qurban kəsəcək şəxs, istər kişi, istər qadın, kim qurban kəstirəcəksə, bədənindən heç bir şeyə dəyməsin. Yəni, ya saçı olsun, və yaxud da dırnaqları olsun, və yaxud da ki, qasıq təmizləmələri olsun, yəni bədəninin heç yerinə dəyməsin. Ona görə də nə qədər qarşıda 1-2 gün var, kimin təmizlənmə işi vardırsa təmizlənsin. Çünki Zilhiccə ayı başladıqda 10 gün bədəninə dəyməyəcək. Çünki Allahın Rasulü sallallahu aleyhi və səlləm bu barədə buyurmuşdur. Ummu Sələmə radiyallahu anha anamız belə buyurur. Qalə Rasulullah sallallahu aleyhi və səlləm İzə dəxələtil əşru və ərədə əhədukum ən yudhə fələ yəməssə min şə'rihi və bəşərihi şeyə. Rəvahu Muslim. İmam Muslim bu hədisi səhih sənəd ilə rəvayət etmişdir. Burada Allahın Rasulü buyurur ki, Zilhiccə ayının ilk 10 günündə, Zilhiccə ayı yetişdikdə, sizdən hansınız qurban kəsmək istəyirsinizsə, qoy o şəxs saçına və bədəninə toxunmasın. Saçından və bədənindən heç bir şeyə toxunmasın. Yəni, bədən təmizləmək işləri, saç qıxdırmaq işləri bunları görməsin. Hədis səhihdir. Hədisin mətninin zahirinə görə Allahın Rasulü sallallahu aleyhi və səlləm bunu bizə məsləhət bilmişdi. Bəzi elm adamları, misal üçün İmam Şafi deyir ki, kim Zilhiccə ayı başladıqda sonra bədəninə dəyərsə, yəni dırnağından, saçından bir şey götürərsə, makruh iş görmüşdü. Yəni, yaxşı iş görmədi. Allahın Rasulü ona bunu tövsiyə etmişdir, sən də buna davamlı olmalısan. İmam Əhməd isə demişdi, haramdır, yəni qətiyyən icazəli deyil. Amma İmam Əbu Hanifə və Malik demişdirlər ki, haram deyil, müstəhəbbidir, yəni bu əməli etsən yaxşı olar. Hər halda biz götürək bu racih görüş də burada İmam Şafiyinin makruh görüşüdür.
Yəni, çoxluq bunu dəstəkləyir. Yəni, tövsiyə olunmur. Saçına, dırnağına dəymə. Əgər qurban kəsəcəksənsə. Kəsəcəksənsə, yəni hökmən deyil, öz əlinlə qurbanını kəsməlisən. Kəsdirəcəksənsə də, elə kəsəcək sayılırsan da, yəni istəyirsən özün öz əlinlə kəs qurbanı, istəyirsən kiməsə kəsdir. Yəni bu işi görəcəksənsə, yəni qurban kəsdirmə fikrin varsa, bəli, o zaman bu ayda dəymə bədənivə. Qurbanını kəsdikdən sonra, elə ki qurbanın kəsildi və qurbanının ətindən yedin, ondan sonra təmizlik işini görə bilərsən. O təmizlik işi ilə də sənin Rabbin səni bir dəfədə təmizləyəcəkdir. Bəli, ən gözəli budur. Həc ziyarətində olan adamlara ümumiyyətlə haramdır. Qətiyyən haqqı yoxdur. Birdəm həc ziyarətində olan adam bu günlərdə, bu həmən 10 gündə saçından, dırnağından tutsa, qurbanını kəsməmişdən öncə, o zaman onun üzərinə bir kəfarə qurban gəlir. Bir dənə də qurban bu əməlinə görə etməlidir. Bu onlara vacibdir. Haramdır, daha doğrusu etməməlidirlər. Amma bizə isə tövsiyə olunandır ki, biz də buna rəftar eləyək. Kim qurban kəsdirəcəksə, bu əmələ rəftar eləsin, icra eləyin bunu dəyərli müsəlmanlar və bunu digərlərinə də çatdırın. Çünki Allahın Rəsulunun bu bizə tövsiyə etdiyi bu sünnə əməlini gəlin itirməyək. Yaşadaq ki, bizlər də Allahın Rəsulunun etdiyi əməli yaşatmış olaq. Çünki Allahın Rəsulu sallallahu aleyhi və səlləm belə bir insanı müjdələmişdir. Yəni, mənim itmiş sünnələrimi kim bərpa edərsə, yəni Allahın Rəsulu onun üçün çox gözəl sözlər demişdir. Ona görə də dəyərli müsəlmanlar, kim saçına dırnağına dəymək istəyirsə, bu günlərdə onu etsin, çünki artıq Zilhiccə ayı yetişmişdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.